Deməli, quru təmizləmənin istifadə qaydası bu şəkildədir. Bu 4 təkərdir. Sadəcə bir təkərində 4 resinka var. Bu hissəsi aval formadadır. Su tökürük bu xəttə qədər. Yəni bu çıxıntıya qədər bura paralel şəkildə su tökürük, soyuq su. Bu qabın ön hissəsi, yəni bu aval yeri tamamlamalıdır. Bunu keçirtdik bura. Bu formada yerləşdirəndən sonra aparatın gövdə hissəsinin qabaq tərəfi də buranı tamamlamalıdır. Burada qulp var. Bu şəkildə buradan götürdük. Aparatın ön hissəsini yerləşdirdik bura. Əgər istəsək, biz suya bu gövdəni yerləşdirməmişdən qabaq parfümlərdən, yəni ətirlərdən əlavə edə bilərik. 1-2 damcı. Yəni belə edə bilərik. Hər hansı bir ətir fərq etməsin. 1-2 damcı bu şəkildə əlavə edirik. Məsələn, deyək ki, bunun haberi, yəni şunu və bu kənarları bu formada bağlanır. Bunun kabeli şunu 4 metr uzanır. Burada qırmızı xətt var. Bu qırmızı xətt çalışıb içəridə qalmalı, motorun içərisində. Bunu taxdıq burada. Gətir bura. Bu formada aparatın sensorunda işıq yanır. Bu on-off düyməsindən aparatı işə salırıq. Birinci kodda bir də ion düyməsini basırıq burada. Bütün hallarda ion düyməsindən istifadə edirik. Bu ion düyməsini basırıq. Bu həm havanı təmizləyir, bir də suya ətir əlavə etmişiksə, otağın havasını ətirləndirir və iyonlaşdırır. Qapalı otaqda pəncərələr, qapılar bağlı formada 10-15 dəqiqə işləyir, otaqdakı quru hava kütləsini aradan qaldırır, evə yağışdan sonraki yüngül təmiz havanı verir. Bu aparatın hava təmizləmə funksiyasıdır və su ilə işləyir. Dediyim kimi soyuq su əlavə edilir. Sürəti tənzimləmək olur. Bu şkalalardan sürəti yuxarı aşağı eləmək mümkündür. Yəni baxın, bu şkaladan sürəti qaldırmaq, maksimum və birinci sürətə endirmək mümkündür. Amma hava təmizləmə funksiyasına birinci sürət kifayət edir. Bu düymədən isə aparat yenə dayanır, sönür. Və bunun ehtiyat hissələri, yəni komponentləri korobkada, yəni korobkada olan nasatkalardır. Köməkçi nasatkaları var burada. Məsələn, tostoran kimi işlədəndə biz bunu bu nasatkalardan istifadə edirik. Bir də xortum. Xortum da dayanıqlıdır, möhkəmdir. Xortum üzərində pult var. Biz bu pultu bu formada, bu düymədən arxaya eləyib digər xortumun üzərinə taxa bilirik. Yuma funksiyasında o videoda var. Biz da kənardan da belə qoşa bilirik. Qoşduq, iyonlaşdırdıq, tüvüslərdən sürəti qaldırdıq, azaltdıq və s. Xortumu bu şəkildə tuturuq, baxın bu formada. Aparatın bu hissəsində bunu belə qaldırdıq, sol, sağ edirik, keçir. Çıxardığında kənarlarına təmas edirik, çəkirik özündə tərəf, çıxır. Sol, sağ. Bu turbanı qoyduq buradan belə, yerləşdirdik, qabağa edirik, uzanır, qabağa edirik, yığılır. Köməkçi nasatkaları istifadəsi budur. Məsələn, bu nasatkanı taxdıq. Adi tostoran kimi qoşmaq olur, yəni bunu istifadə etmək olur. Bu formada demək, xalçanı təmizləyəcək. Buradan knopkanı basırıq aşağı, rezin şotka çıxır, polo parketi təmizləyəcək. Bunun istifadəsini görə aparatı işə salırıq, ion düyməsini basırıq, şkalalardan sürəti tənzim edirik, maksimum və başqa istifadə edirik. Dediyim kimi, bu ancaq rejimini dəyişirik. Pol parket və xalçalarda istifadə üçün. Digər bu nasatqası isə generalli uvorkalarda istifadə olunan nasatqada dərin döymə başlığıdır bu. Bu arxasının alt hissəsində şotkalar var. Bu şotkalar ancaq yumuşaq mebel setlərində istifadə olunur. Yəni xalçalarda, divan kreslo, parça stullar, bir də döşək və matraslarda. Ayda 2 dəfə, 3 dəfə, yəni dərindən təmizlə bundan istifadə olunur. Bunu xalçanın toxunma istiqamətində tutanda özü hərəkət edəcək, özü gedəcək. Xalçanın dibindəki qum kristallarını, xalçanın qopmuş tüklərini, saç tüklərini, xofu hamısını yığıb atacaq suyun içərisinə. Bu da bu formada qoşulur. Bu turbanı
Bu nasatdığı keçirdirik belə. Keçdi. Bu şunurdur. Yəni bu tokdur. Tokla işləyir. Adden motoru. Bu toku da buradan bu formadan keçirdik. Bu USB kimi də fərqi yoxdur. Fərqi yox. Yəni bunu bu formada da keçirə bilərik, əks formada da, yəni tərs formada da keçirə bilərik. Pedaldan saldıq yerə bunu. Yəni öz boyumuza uyğun tənzimləyə bilirik. Yuxarı, aşağı. Aparatı bayaq işə salanda bu düyməni basmışdıq. Yenə onu basırıq. Onu yenə əlavə, yəni istifadə edirik. Bu da bu şkallardan istifadə edirik. Bilirsinizsə, bunun şəkili burada var. Bu şəkili basında motor işə düşür. Və avtomatik dediyim işləri görür. Xalçalardır, divan kreslolardır, matrasdır, döşəkdir. Yumuşaq mebelsetlərini başlayıb dərindən 10-15 cm-ə qədər çırmağa. Yəni baxın. Yumuşaq mebelsetlər. Xalçanın üstündən gedə-gedə altını təmizləyir. 10-15 cm-ə qədər dibdən avası sıxını çıxardır siyahı. Bu düymədən də sonra. Bunu çıxartmaq üçün sonda bu şunuru çəkirik aşağı. Bunu basırıq. Basandan sonra hər hansı bir istiqamətə sağa, sola fərqli çəkirik çıxır. Digər nasatqalarda pərdələri təmizləmək üçün, şarjləri təmizləmək üçün, matrasın reşunkalarını təmizləmək üçün nəzərdə tutulmuş nasatqadır. Yenə bunu formada taxırıq. Aparatı işə salırıq, sürəti tənzimləyirik. Hansı sürətdə istəyirsə o formada o sürətdə tənzimləyirik. Sonra bu klasik tozsoranlarda olduğu kimi divanın küçük uzaqlarını təmizləmək üçündür. Bu nasatqası da deməli tamotları, sonra kartinkaları, mebelləri, televiziyanın tozunu götürmək üçün nəzərdə tutulub. Sonda bu şunuru çəkirik aşağı. Bunu basırıq. Basandan sonra hər hansı bir istiqamətə sağa, sola fərqli çəkirik çıxır. Digər nasatqalarda pərdələri təmizləmək üçün, şarjləri təmizləmək üçün, matrasın reşunkalarını təmizləmək üçün nəzərdə tutulmuş nasatqadır. Yenə bunu formada taxırıq. Aparatı işə salırıq, sürəti tənzimləyirik. Hansı sürətdə istəyirsə o formada o sürətdə tənzimləyirik. Sonra bu klasik tozsoranlarda olduğu kimi divanın küçük uzaqlarını təmizləmək üçündür. Bu nasatqası da deməli tamotları, sonra kartinkaları, mebelləri, televiziyanın tozunu götürmək üçün nəzərdə tutulub. Bu da vakuum təmizləmədir. Vakuum təmizləmənin içərisində də biz yastıq, yorğan, adyal əlavə edirik. Ştulkası var. Bu ştulka ilə biz bunu bağlayırıq və buradan bunu yerləşdirib aparatı işə salıb sürəti qaldırırıq və bu vakuum təmizləmə olur. Burada yaxşı fazla olmadığına görə asan deyilmiş. Qalıq video çəkəsən, bax yumada. Bura su olur, yumasını göstərirəm. Bax yumasını izah edirəm. Bura su olur. Bunu boş qoyuruq. Buradan. Təkərlər olan tərəfdən. Bu pipetkanı bura salırıq. Pipetkanı salandan sonra aparatı götürürük. Ön hissəsindən qoyuruq. Suya şampun əlavə edirsiniz mütləq. Vaniş 1 qapaq, 2 qapaq köpüklənməyən şampun tökülməlidir. Bu qoşuldu. Bu yumanın şlankıdır. Tok getmir buradan. O birisinin burasında tok var. Bunda su yeri var. O birisini Nurhanə xanım, baxın qaldırıb belə taxırdınız, düzdürmü? Bu birisini naboro deyirik. Əksinə beləcə eləyirik. Kesdi. Biraz belə eləyirik, kesdi. Pultu çıxardıb qoyuruq bu birisinin üstündən mütləq. Çünki pultsuz işləmir yuma. Pultu qoyuruq buradan belə. Bu nasatqası divan yumaq üçün, parça stulları yumaq üçündür. Nasatqanı belə saldınız. Bu pipetkanı da gətirib buradan salırsınız. Bu pipetka belə çıxır. Basan kimi çıxır. Salandan sonra artıq hazırdır. On-off düyməsindən on-off düyməsindən aparatı işə salırsınız. Bunlar sən bir dəfə basanda işləməz də, yəni. Hə. Basın, on-offdan aparat işə gəldi. Sürəti gətirsiniz 3-ə. Burada 3 göstərir. Burada 3 göstərir. Buranı çək. 3 göstərir. Sonra damcı işarəsi var burada, bax buranın. Damcı işarəsini basanda artıq başlayacaq suyu verməyə. Fikir verin, suyu verir. Başlayırsınız yumağa. Damcı işarəsi. Bəli, damcı işarəsi. Sonra damcını dayandırırsınız. Xalçanın altına su getməsin deyə. Sürəti bəli 3-ə gətirmişsiniz. İndi maksimuma gətirib, verdiyiniz suyu öz tərəfinizə çəkib, yığırsınız. Evet, baxın belə. Xalçada bir söndürdünüz.
böyük nasatkasının istifadəsini göstərirəm sizə. Bunu buradan çıxartdınız, belə. Bu düyməni də buradan basdınız, çıxır. Bunu taxdınız buradan. Baxın belə. Böyük. Bəli, taxdınız. Bu şovarlı uzundur. Bəli, bu petkası uzundur. Bunu taxırıq buradan belə. Birisi necə qoşulursa bu deyil. Bu xalça yunmasında artıq. Petkanı da qoşub gedəcəm yenə. Qalsın üstündə. Nasatkanın. Baxın Nurayın xanım, bunu taxdınız belə. Taxandan sonra sağa vurursunuz, paralel şəkildə qalır. Onunla paralel. İndi çıxmayacaq, amma belə onda çıxacaq. Taxdınız, vurdunuz, qalır. Gətirdiniz petkanı. Su alırsınız, o birisi necə salınırdı bu da elə. Bəli, indi xalçanı necə görürsünüz? Bu daha rahatdır, bundan daha tez yuyacaq, əziyyətsiz yuyacaq. Aparat yenə o noktanı işə salırıq. İşə salırıq. İçə gətiririk, bəli. Dancını basırıq, indi suyu verəcək. Baxın, orada su gəlir. Başlayıb beləcə rahat-rahat xalçanı yuyacaq. Yudunuz, suyu basırsınız, dayanır. Sürət gətirdiniz maksimuma. Verdiniz suyu özünüzə tərəf çəkir, yudub, birincisi çəkirsiniz, yığır. Ekran göstərir. Ekrana su gəlmişsə xalça təmiz. Sonra yudub tutardınız, o noktadan aparatı söndürürsünüz. Aparatı söndürən sonra heç nəyə dəymirsiniz. Bu şıqqaları belə götürdünüz, açdınız. Aparatı götürüb qoyursunuz kənara. Belə. Qoyandan sonra bunu da götürüb qoyursunuz bura. Sonra bunu götürüb üstündən qoyursunuz belə bunu. Pipetka çıxır.